Xəstəmizin 80 yaşı var. Xəstə açıq əməliyyat istəmədiyinə görə biz minimal invaziv əməliyyat etdik. Minimal invaziv nə deməkdir? Hər hansı bir kəsiyi olmadan kiçik bir dəlikdən, burada gördüyünüz kimi kiçik bir dəlikdən mikroskopun nəzarəti altına daxil olur. Və ekranda da hal-hazırda görəcəksiniz, qrıjanı biz necə xaric edirik orada. Asosiya yandırın gəlmək olmasın. Mikroskopun altında bu gördüğümüz düz sinirin yanına biz qrıjanı xaric edirik hal-hazırda. Çox böyük qrıjası var. Bakın, qrıja xaric olur. Yəni, yaxından göstəririk, ölçüsünü verin, ölçək. Tam-tamına görən nə qədərdir qrıjamızın ölçüsü? 2 santimetrə yaxın ölçüsü var. Yəni, gördüyümüz əməliyyat bu alətlər vasitəsilə mikroskopun nəzarəti altında tətbiq olunur. Bununla da əməliyyatımız bizim sona çatır.